Assalamu aleykum, əziz və dəyərli izləyicilərim. Necəsiniz, nə var, nə yox? İnşallah ki, yaxşısınız. Bu gün nə edirik? Bu gün hamının gözlədiyi kimi, yəni haqqınızı halal eləyin, çox gözlətdim. Məsələn, dünən də video çəkməyə çalışdım, biraz problemlər oldu, nə kvalitet zəif oldu, ona görə paylaşa bilmədim. Ona görə də bu gün paylaşıram. Deməli, nə edirik? Free Fire beta serverində adam necə vurulur? Bu gün onu öyrədəcəm və məsəl üçün, əgər istədiyiniz bir TikTokerin qəşəng bir hesabı varsa, onu kopyalamağı falan, nəysə də belə bir şeylər göstərəcəm. Əsas da adam vurmağı. Hamınız məndən istədiyiniz kimi, adam vurmaq nə vaxt gələcək, İnşallah bu gün baxıb ətraflı şəkildə öyrənə bilərsiniz və siz də eləyə bilərsiniz. Videoya keçməmişdən öncə bir xatırlatma edeyim. Kanalımıza takip atmağınızı, videomuzu bəyənməyi və yorum yazmağı unutmayın. İndən hamınızdan Allah razı olsun. Keçək videoya. Anam, çox qorxdum bir anda, acayip. Deməli, xanımlar və bəylər, nə edirsiniz? Girirsiniz Play Marketə, Free Fire Max yazıb yüklüyürsünüz. Yüklənəndən sonra gəlirsiniz bura. Girirsiniz Free Fire Max-a. Deməli, girək tamam göstərək ki, beyninizə qaranlıq heç nə qalmasın. Mən də sizə görə təzə bir hesab açacağam ki, hər şeyi ətraflı sizə göstərə bilim. Bax, gəlirsiniz bura. Burada daha fazlaya basıb, Google-dan bir dənə hesab açırsınız. Bir dənə hesab açır. Bura gələndə adınızı falan yazırsınız, eləyirsiniz. Bir dənə ad yazım göstərəcəm sizə. Yəni ətraflı göstərirəm ki, sonra bir yerdə ilişib qalmayasınız. Məsələn, nəsə də belə bir ad qoyaq. Belə də bir şey qoyaq. Adı başlaq deyirsiniz. Bura gələndə burada bax bunu seçəcəksiniz. Bax bu. Bax əməkdar və veteran falan bəlkə də yazıla bilər, ingilis falan. Bunu seçirsiniz, başlığını basırsınız. Dəqiq gözləyim. Burada Avropanı seçirsiniz. Mən çünki Avropa sevindəyim. Yəni çoxunuz məndən oynamaq istəyir. Abi mən qrupa gətirirəm, nağarını ilə, takım kodunu deyə. Ona görə yəni sizin Avropa seçməyiniz məsləhətdir ki, yəni mənlə gəlib oynaya bilərsiniz. Onaylanı basırsınız. Dəqiq gözləyin. Tamam. İndi burada bax ekrana toxunanda bir dəfə yuxarıda sizə kod verir. 167 066 falan. Baxın yuxarıda yaşlı rəngdə 72 067. Bunu SS eləyib götürürsünüz. Bu sizə lazım olacaq. Bu kodu, əgər qıraqdan qaleriyaya falan girib yaza bilmirsə, eləyəmirsə, bir dənə dəftərə götürün, dəftərdə bir dənə yazın bunu. Ki sizə lazım olacaq. Nəysə, bunu edəndən sonra çıxırıq buradan. Çıxandan sonra gəlirsiniz buradan Chrome-a. Girirsiniz Chrome-a. Burada açıqlamada verəcəm bu linki. unlogicff.com. Burada çoxlu reklam verir. Bax, Loseni basırsınız. Bax, gördünüz belə bir yer gəldi. Bax, burada bax, ikinci olan var ya, bax. Zontinity, Withhold, Discord. Qabağında adam şəkli olan. Ona basmağa çalışırsınız. Bassan reklam verir. Reklam verən kimi tez geriyə çıxın. Başa düşdünüz? Tez geriyə çıxın. Yəni, gözləməyin hansısa bir səhvə açılsın, eləsin. Yəni, onu gözləməyin. Buradan gəlirsiniz qaleriya və yaxud da siz dəftərə falan da yaza bilərsiniz. O həmən verdiyi kodu bayaqlamışsa oyunda kod vermişdi. İndi mən onu buradan götürürəm. Məsələn, 160 görürsünüz də burada. 167. Onu bura yazacaqsınız. Bax, Close görürsünüz, başqa bir səhvəyə atır. Tez çıxış edin. Bir də basın, bura gəlin. Bura həmin kodu yazacaqsınız. Yəni, nə qədər reklam verir, çıxın geriyə. Fərqi yoxdur. Yazırıq. 167. Yəni, sizdə fərqli kodlar olacaq. Ha? Bunu yazmayın. 0, 66, 72, 72-yə bax da sən canım. 067 067. Gördünüz, yazdıq bunu. Sonra aşağısında mavi bir klik var. Zontinity Withhold Discord. Ona basırsınız. Gör reklam verdi. Çıx geriyə. Bir də bas. Alınanda. Bax, sizə belə bir saniyə verəcək. Yuxarıda 1, 2, 3, 4 var. Bunlar tamamlanmalıdır. Bir də basırıq Zontinity. Reklam verdi. Tez geriyə çıxın. Bir də basın. Başa düşdünüz, qoymayın başqa bir səhvə açılsın. Burada başqa bir səhvə açılmalı deyil. Bu səhvədə qalmalısınız. Başqa bir səhvə açılanda, yəni bilin ki, reklama gedib. Tez geriyə çıxın. Başa düşdünüz? Görürsünüz, reklam verir, geriyə çıxıram. Reklam verir, geriyə çıxıram. Buranın yanına diqqətlə baxın. Çox adam burada gəbilişir.
Reklam verib geriyə çıxıram. Nə qədər veri versin, fərqi yoxdur. Hətta sizi səhvədən belə ata bilər. Yenidən girin, cəhd eləyin. Bax, görürsüz? Bax, 1 saat, 2 dəqiqə, 3 dəqiqə vaxt verdi mənə. İndi burada dişimiz qutardı. İndi çıxırıq buradan. O saytdan çıxandan sonra gördünüz sizə vaxt verdi. İndi təzədən qayıdıb girirsiniz Free Fire Max-a. Girək bir dənə. İndi sizin səhifəniz açıldı. Necə açıldı? Yəni konfig ilə açıldı. Amma həmin konfig işləmir. Adam vurmaq hələ də işləmir. Başa düşdünüz? Bir dəqiqə girsin. Tam sizə göstərəcəm. Bax, başlamaq üçün dokun. Baxdı ekrana. Bir dəqiqə. Bax, görürsünüz. Sizi belə bir səhifəyə atır. Bu, əvvəlcə sizə göstərdiyim şeydir. Astute olandır. Bunu eləmirsiniz. Yəni, bunu eləyəndən sonra fiziyo qutardı, yox. Bir dəqiqə gözləyin. Göstərəcəm. Qutardı da. Bax, girirsiniz buradan. Gəlirsiniz buradan aydınızı kopyalayırsınız. Bax, kopyaladıq. Burada dişimiz çıxardı. Çıxandan sonra gəlirsiniz, girirsiniz mənim yenidən YouTube səhifəmə, həmin videoya. Orada aşağıda açıqlama hissəsində və yorum hissəsində sizə linklər buraxmışam. Bu linki, hamısını buraxmışam. Girirsiniz birinci linkə, bax, local config JSON. Onun üstündən basırsınız. Gördünüz? Bax, sizi belə bir səhifəyə atacaq. Bu faylı endirirsiniz. Bax, buradan endirməyə basırsınız. Dəqiqə. Bu yükləsin. Bax, görürsünüz, endirin. Mən yenidən endirəcəm sizə görə. Bax, endirin. 3 nöqtəyə basıb baxırıq, endirilibmi? Bu endirilib. Qoy özümüzdəkini silək. Tam olsun. Sonra çıxırsınız, yenidən mənim YouTube səhifəmə gəlirsiniz. Burada ikinci linkə basırsınız. Bax, MT Manger. Görsən, 2 MT Manger. İndi onun üstündən basırsınız. Yenə sizi belə bir səhifəyə atacaq. İndi bu faylı endirməlisiniz. Yəni, bütün işlərinizi buradan görəcəksiniz. Yəni, əsas buradır. Bax, yükləməyə bastıq. Baxırıq endirmələrə. Bu gəlsin. Hər halda endirin. Baxaq. Всё. Burada da işimiz qutardı. İndi girirsiniz MT Mangerin üstündən basırsınız. Bunu qurulaşdırmalısınız. Yenə deyirəm. Biz işləri, yəni həmin hilə deyəndə özüm pis eləm. Prosta yenə də həmin konfigi burada yükləyəcəyik. Yəni burada qurulaşdıracağıq. Free Fire'ın yaddaşına vuracağıq. Yəni bir növ zarşifr kimi bir şeydir. Всё. Bax bu qədər. İndi gəlirsiniz bunu açırsınız. Həmin MT Mangeri. Burada sizi bax yeniləmə gəlir bura. Yeniləyin. Bunu yeniləyə basmırsınız. Burada ləğv elə işarəsi var. Ləğv eləni basırsınız. Sizi belə bir səhifəyə atacaq. Başqa nə gəldi ekrana, heç nəyə basmayın. Qırağa vurun, çıxsın oradan. Yəni heç nəyə basmayın. Bir dənə yeniləmə gələndə ləğv eləyə basın, başqa heç nə. Burada birinci sizə ən birinci link vermişdim. Lokal konfigi yükləmək üçün. O da gəlir sizdə, Dovlanda düşür. Sizin yüklədiyiniz Free Fire isə Android-ə. Bax, sağ tərəf var, bax sağ tərəf. Görürsünüz? Buradan Android-i tapırsınız, Android-i. Bax, gördünüz burada Android. Üstündən bastın, dataya keçirik. Data. Burada Free Fire Max-ı axtarıb tapmalısınız. Biraz aşağı düşəndə görəcəksiniz Free Fire Max. Bunun üstündən bastınız bir dənə. Free Fire Max-ın. Burada Files var. Filesin üstündən bastınız. Bax, görürsünüz, bura boşdur. Bax, belə bir səhifə gələcək. Bura heç nə etmirsiniz. Gəlirsiniz sol tərəfə. Burada lokal konfigi dedim axı bayaqlarım Dovlanda düşür. Bax, Dovlandı basırsınız. Bax, görürsünüz burada Dovland. Dovlandı bastın. Dəqiqə açılsın. Burada 2 saat o lokal konfigi axtarmağın yeri yoxdur. Bax, yuxarıdan 3 nöqtəyə basırsınız. Burada axtarışa basırsınız. Axtara. Bura lokal konfig yazırsınız. Local config. Tamamı basıb axtarırsınız. Bu sizin üçün axtaracaq yəni. Bir də yuxarı aşağı vaxt itirməyə gərək yoxdur. Bax, belə bir səhifə gələcək. Bax, burada görürsünüz qıraqda. Bax, belə bir işarə gəldi. Bunun üstündən basanda gördünüz tapdı. Konfigi tapdı. Lokal konfigin üstündən basılıb tutub saxlayırsınız. Burada kopyalayın var. Bax, görürsünüz kopyalayın.
Kopyala yəni bastınız. Burada tamama icazə verirsiniz. Burada indi yüklüyür. Gördünüz, gəldi bax düşdü bura. Всё. Burada da işimiz qurtardı. İndi nə indik? Onu edəndən sonra çıxırsınız, yenidən gəlirsiniz mənim YouTube kanalıma. YouTube kanalımda aşağıda açıqlama və yorum hissəsində bax bu linki də buraxmışam. Aşağıda linki görürsünüz. www.dasıunlogicffbeta.com Girəcəksiniz bura. Bax giririk. Sizi bax belə bir səhifəyə atacaq. Bayaqlarım siz Free Fire-da öz ID-nizi kopyalamışdınız. O ID-ni girib bura yapışdırırsınız. Bax yapışdırdınız bura, gördünüz. Aşağıda send bax yazıyor, bax göy buton var. Send yazan. Onun üstündən bir dənə basırsınız. Всё. İndi bax bu aşağıda yaşıl klik gələndən sonra siz burada deyir ki, bax tərcümə eləyək, gözləyin, tərcümə edin. Yazır ki, təsdiq kodu, yəni oyunda sizin emailınıza, məktub yerinizə göndərildi. Buradan çıxırsınız, gəlirsiniz buradan, girirsiniz yenidən Free Fire Max-a. Sizin məktub yerinizə bir link atacaq. O linka basandan sonra sizi həmin sayta girməyə icazə verəcək. Gördünüz, hələ girmədi yəni. Bir dəqiqə gözləyim, bir dənə Free Fire girsin, göstərəcəm. Bax, gəldik bura. Görürsünüz, məktub yerində qırmızı işarə gəlib. Sizə məktub gəlib. Kodu sizin məktub yerinizə göndərəcək. Yenə deyirəm. Bir dəqiqə buradan çıxsın. Bax, girirsiniz məktub yerinə. Sizə belə bir sayt atacaq. Bax, belə bir link atacaq. Qırmızı və yaşıl. Burada yaşılın üstünə bir dənə tıklayırsınız. Türklər demişkən. Всё. Burada heç nə. Bax, belə bir səhifə atılacaq. Всё. Başqa heç nə etməyin. Buradan çıxırsınız yenidən. Yenidən çıxırsınız. Yenə gəlirsiniz mənim YouTube kanalıma. YouTube kanalımda bayaq dediyim sayt var idi. Bayaq girdik. ID-ni falan ora yapışdırdıq falan. www.dasıunlogicffbeta.com Girirsiniz yenidən bura. Bax, gördünüz. Sizi belə bir səhifəyə atacaq. Burada birinci qayda insan öldürmə qaydası, adam vurma qaydası. Yuxarıda safe modu var. Bax, görürsünüz. Yuxarıda yazılıb safe modi. Profile settings, safe modi. Bunu bağlayırsınız. Üstündən basanda bax belə disable gələcək. Bax, disable basandan sonra görürsünüz bağladıq. Safe mod bağlıdır. Всё. İndi siz rahatlıqla adam vura bilərsiniz. Yuxarıdan çalışın 3 nöqtəyə basın. Səhifəni tərcümə eləyin ki, rahatçılıqla biləsiniz nə edirsiniz, nə etmirsiniz. Bax, görsən tərcümə edəndə yazdı profil parametrləri, təhlükəsiz rejim. Təhlükəsiz rejimi bağlamalısınız. Onda adam vura bilmirsiniz. Yəni təhlükəsiz rejim aktiv olanda. Bax, gəlirsiniz bura. Burada adınızı dəyişə bilərsiniz. Bax, görsən ləqəb yazılır. Adınızı dəyişə bilərsiniz. Qızılı dəyişə bilərsiniz. Brilliantları, yəni elmas dəyişə bilərsiniz. Səviyyənizi dəyişə bilərsiniz. Bəyənləri və digər. Burada aşağıda görəcəksiniz hər şeyi. Bax, görürsünüz. Hamısı var burada, nə bilim. Nəysə də özünüz eləyəcəksiniz. Bax, bunlar hamısı real passlardır. Bax, 5555, 4444. Bunların hamısını özünüz üçün dəyişə bilərsiniz. Sonra baxaq. Aşağıda bax, görürsünüz, keçirəm rütbələr falan. Bax, burada rütbənizi dəyişə bilərsiniz. Buyru, link mövqeyi, pink mövqeyi, əstağfurullah. Yəni, buyruda neçənci yerdə olmanız istəyirsə falan filan, bunları da bura yazırsınız. Sonra. Bax, bir də gəldik burada axırıncıya. Klon var, klon. Burada ürəyiniz istədiyin YouTuber'un, həm TikToker'in və yaxud da özünüzün qəşəng bir hesabınız varsa, həmin hesabı bura kopyalaya bilirsiniz. Belə də hesabınız var, bunu neyinirsiniz? Ona görə də ürəyiniz istədiyiniz, məsəl üçün, güclü bir dənə hesabı olan TikToker və yaxud da YouTuber varsa, onun girirsiniz səhifəsinə. Girirsiniz, onun ID-sini kopyalayırsınız, gəlirsiniz bura yapışdırırsınız. Bax, bura. Oyun hesabı ID-sini daxil edin. Bura yapışdırandan sonra məlumatları klonlaşdırla basırsınız. Həmin hesabın içində nə var, nə yox, o neçənci yerdədir, nə bilim, belə. Hamısı, yəni səviyyəsi falan. İçində olan paltarlar, amma bu konfigdə olan paltarlar da qalacaq. Onun heç bir dəxli yoxdur. Sadəcə, yəni, ən əsas olan şey səviyyəsi, məviyyəsi hamısı gəlib sizin həmin açdığınız hesaba kopyalanacaq. Bunu da eləyəndən sonra, yəni hər bir şeyi eləyəndən sonra, məsələn, gəldiniz profilə, buradan brilliantı falan dəyişdiniz, elədiniz. Dəyişəndən sonra təsdiqləmək üçün aşağıda profili yenilə var. Profili yeniləyə basırsınız. Məsələn, mən qızılı qoyuram buradan. 31.000. Gördünüz? Brilliantı. Qızılı qoyuram. 72.000. Kombo olsun da yəni.
Məsələn, bunu da qoyuram 69. Məsələn. Vsyo. Bunları yəni kopyalamaq üçün profili yenile işarəsi var. Aşağıda yaşıl butondur. Ona basırsınız. Görürsünüz aşağıda yazdı. Profil yaddaşda saxlanıldı. İndi buradan çıxırsınız, gəlirsiniz, yenidən Free Fire Max-a girirsiniz. Bir dənə açsın, indi görəcəksiniz yəni. Həmin orada nə yazmışdım, eləmişdim, hamısı gəlir burada tamamlanır. Yəni inşallah ki, beyninizdə bir qaranlıq bir şey qalmamışdır. Yəni çalışdığım qədər düzgün başa salmağa çalışdım ki, yəni girdim təzə səhifəyə açdım, nə bilim, həmin səhifəni sildim, sizin üçün yenidən yüklədim, elədim ki, beyninizdə qaranlıq heç nə qalmasın. Bax görürsünüz, 72.000 qızılımız var. 31.000 də elmasımız var. Bir dəqiqə. Nə pis bildim, o nə bir şeydir ala. Gördünüz? Bax 30, bax 69 səviyyə. Ne diyorsun oğlum? Gördünüz? Şimdi buradan olan bütün ayarları özünüz üçün düzəldərsən. Həm endirmələrdir, falandır, paltardır, geyimdir, ora bura hamısını özünüz eləyərsiniz inşallah ki. Hə, demək belə. Mənim əziz və dəyərli izləyicilərim, inşallah ki videomuzu bəyənmişdiniz. Beyninizdə heç bir qaranlıq qalmamışdı. Əgər hər hansı eləyə bilməsəz, mənə yorum hissəsindən inşallah yazarsınız. Mən sizə bacardığım qədər köməkli eləyəcəm. Bir də xatırlatma eləyim. Videomuza dəstək olmağı, yorum atmağı, abunə olmağı və bildirimlərin hamısını açmağı unutmayın və əlavə olaraq takib atmağı. Mən qaçdım. İnşallah ki, yenə deyirəm, beyninizdə qaranlıq bir şey qalsa, aşağıda yorum hissəsində mənə yazarsınız. Bacardığımız qədər videonu paylaşaq, biraz görüntü falan yığaq inşallah ki. İndən hamımızdan Allah razı olsun. Salam aleykum. Allah sizi qorusun.